Baş prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşların and içmə mərasimi keçirildi. Baş prokuror Kamran Əliyev bildirdi ki, bugün 51 gənc mütəxəssis and içib. Bundan sonra artıq müsabiqə yolu ilə qulluğa qəbul olunan prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97%-ni təşkil edəcək. Bilirsiniz ki, sizin həyatınızda bu gün çox bir mühüm gündür. Çox bir tarixi gündür. Siz prokurorluq orqanlarına, qanunun aliliyini qorunmasına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, cinayətkarlığa qarşı mübarizədə aparıcı orqan, koordinasiya rolu oynayan bir orqana işə qəbul olunursunuz. Ən önəmli məsələlərdən biri də odur ki, bayaq qeyd etdiyim kimi sizin bir ilə yaxın müddət ərzində bu qəbul prosesində iştirakınız təsadüfi bir ildə olmamışdır. Bu, möhtərəm Cənab Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə elan edilmiş Konstitusiya və Suverenlik ilində bu baş vermişdir. Postmuharibə dövründə keçirilən 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanan 24 nəfər müharibə iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Bugün qulluğa qəbul olan gənclərdən biri Vətən müharibəsinin, biri isə Azərbaycanın suverenliyinin bərpası uğrunda 2023-cü sentyabrın 19-20-sində Qarabağ İqtisadi rayonunda qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilən əməliyyatların iştirakçısı olmaqla artıq prokurorluq orqanlarında xidmətlərini davam etdirəcək. Bu məsuliyyəti daşımaq, verilən etimadı qorumaqsa olduqca çətindir. Bəzi işə qəbul olunanlar sonradan prokurorluq əməkdaşının o zəhmətini, əziyyətinə, məsuliyyətinə, mürəkkəbliyinə tab gətirə bilmirlər. Bu reallıqdır. Mən yalnız bir faktı bayaqladı, mən qeyd etdim 1080 nəfər 2002-ci ildən. Amma 2020-ci, 21-ci ildən biz başladıq. 20-ci ildə bilirsi Vətən müharibəsi dövrü idi. 2021-dən artıq bu 6-cı bizim qəbuldur. Bu sizlər də 51 nəfərə daxil olmaqla 339 əməkdaş gənc hüquqşünas prokurorluğa qəbul olunmuşdur. Onlardan təəssüf ki, bu və ya digər səbəbdən 23 nəfəri sonradan fəaliyyətini dayandırıbdır. Yəni bu elə də az rəqəm deyil. Düzdür, onların içərisində başqa vəzifələrə gedən, deyək, hakim vəzifəsinə, digər başqa qurumlara gedənlər də olubdur, bu da faktdır. Onların bəziləri, deməli, ilkindən heç təyinat yerinə getməyiblər, təyin olunduqları belə hallarda təəssüf ki, olubdur. 4 əməkdaşı biz xidməti araşdırma nəticəsində prokurorluq orqanlarından xaric etmişik. Səhv eləmirəmsə bir 5 nəfər özləri çətin iş şəraitinə görə elə hesab ediblər, yəni işləmək arzusunda olmayıblar, ərizə verib gediblər və təbii ki, müəyyən bu 23 nəfər arasında təəssüflər olsun ki, dünyasının dəyişən də olub xəstəlik səbəbindən çox təəssüflər. Hazırda prokurorluq orqanlarında 115 xanım əməkdaş çalışır. Onlardan 12-si rəhbər vəzifələrdə fəaliyyət göstərir. Qeyd edək ki, tədbirin sonunda prokurorluq orqanlarında qulluğa yeni qəbul olunan gənclərin and içmə mərasimi iştirakçıları adından Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlandı.